İndi isə uşaqlar qayıdış növdən danışacaq. Qayıdış növ ı-4, ın-4 eyni şəkilçilər vasitəsilə düzəlir və qayıdış növ digər iki qrammatik məna növdən məzmununa görə fərqlənəcək. Şəkilçilər eynidir. Qayıdış növdə hərəkət iş subyektin öz üzərində icra olunur. Yəni kim tərəfindən icra olunmur. Məsələn, əsgər irəli atıldı. Əskəri kimsə irəli atmır. Əskər özü atılır. Subyekt işi öz üzərində icra etdi. Sonra qarşılıq birgəlik növ ış-4 ş şəkilçisi vasitəsilə düzəlir və şəkilcə bir-birlərinə oxşasalar da məzmun cəhətdən bir-birindən fərqlənir uşaqlar. Qarşılıq növdə iş qarşı-qarşıya icra olunur və qarşılıq növü şəxslər üzrə dəyişərkən şəxslər üzrə həm təkdə, həm cəmdə işlədə bilirik. Məsələn, mən yazışdım, biz yazışdıq deyə bilirəm. Ancaq birgəlik növü şəxslər üzrə təkdə işlədə bilmirik. Yalnız cəmdə şəxslər üzrə dəyişə bilirik. Biz ağlaşdıq deyə bilirik. Mən ağlaşdım deyə bilmirəm. Məzmun cəhətdən uyğun gəlmir. Ona görə də uşaqlar bunları biz necə fərqləndirməliyik? Bunu yadımızda saxlamalıyıq. Sonra icbar növ feillər dır-4 T şəkilçisi vasitəsilə düzəlir. İş üçüncü şəxs tərəfindən icra olunur uşaqlar. Dərsi danışdırdım. Kimə danışdırdım? Kim artıq məlum deyil. Dərsi kim danışır? Bizə məlum deyil. Və yenə də şəkilçisini burada uşaqlar diqqətlə baxın. Hər bir qrammatik məna növün şəkilçisini misalda göstərmişəm. Daha sonra qeydlərə baxaq. Məlum növdən başqa bütün digər növlər feildən düzələn feil olmalıdır. Yəni, məlum növ adlardan da düzələ bilər. Quruluşca sadə düzəltmə mürəkkəb ola bilər.